8 yaşında. Demək, məndə bir ay olar, bir aydır ki, ayaqlarında tərkərində dizdən aşağı kəskin şiş əmələ gəlir. Dəhşətli dərəcədə. Əvvəl ağrı verilmirdi, indi isə ağrılar başlayır. Doktor, onun dərdləri nə ola bilər? Onun ayaqlardakı şişin ikisi də eyni dərəcədədir. Yoxsa biri az, biri çoxdur. Bəli, çox. İkisi də eyni dərəcədə. İkisi də eyni dərəcədirsə, orada ürək mənşəlidir. Yox, biri ürək mənşəlidir. Ürəyinizdən, ürək mənşəli şişkinlikdə ayaqlarınızda. Ürək çatmamazlığı var. Əgər birində çox olsa, birində az olsaydı, orada böyrəklə fikirləşərdi, varikoz damar fikirləşərdi. Eyni dərəcədə şişirsə ayağın hər ikisi bu ürək mənşəlidir. Ürək çatmamazlığı nəticəsində yaranan şişdir. Onu təbii ki, mütləq müayinə edib, ürək çatmamazlığını müalicələn kimi ayağınızdakı şişkinlik götürəcək. Təbii ki, ürəyin atım fraksiyası, yəni ürəyin vurma gücü normaldırsa, ayaqlarda şişkinlik, dediyim kimi, həm ürək çatmamazlığından ola bilər, həm ayaqlarda varikoz damar xəstəliyindən ola bilər. Onda bərabər şişmir. Orada mütləq onda biri çox şişir, biri az şişir. Ona görə dedim, hər ikisi şişirsə, ürək çatmamazlığına bağlı olan şişkinlikdir. Orada nə edə bilərsiniz? Orada mütləq mənada qanın analizləri olmalıdır, ekokardiografiya olmalıdır, elektrokardioqram olmalıdır və nəticədə qan çox tez laxtalanırsa, orada yenə də zəli çox gözəl effekt verəcək, sidik qovucudan istifadə olunacaq və ürəyin gücünü artıran dərmanların adını deyə bilmərəm, məlhəmlərdən istifadə olunacaq və təbii ki, mütləq onu aradan qaldırmaq lazımdır. Çünki əgər ürəyin atım fraksiyası normal deyilsə və ürək çatmamazlığı inkişaf edirsə, bu get-gedə sizi narahat eləyə bilər.